Tikim sənin pisdir bəyəm. Tikim Yəni- sənin ağzını pisdir bəyəm. Tikim sizin ağzınızı qırxayaq kimi. Bunun fəlsəfəsini Salvador Dali'nin əsərlərini bilsən, sən bunun fəlsəfəsini bilərsən. Mahnılarınızı çox bəyənirəm, yəni çox sevirəm. Yəni elə Ramalda oxuyum. Bəyən oyuna qalsın, Yox, çalış sevirəm. oxuyasan. Yox, Çalış mənim oxuyuruq mahnılarımı da, oxu. oxuyuruq, yox, Oxuyursan? oxuyuram mən. Oxuyunan inşallah yaxşı olur inşallah. Şeirimi də oxuyarsan, dərk Yox, eləyərsən. biraz o tikimdən zaten yazmıyorum da, yəni normal mənim üçün Sən başqalar. tını seviyorsan, mən nə deyim sən üçün? Yox, yox, Sən tını başqa mənə cürə sevgiyə görürsən aid, də. yox. Mən sevgiyə aid yazdım da, yəni Gününüz aydın olsun millət. Demək, media adət-ənənələrə davam edir. Bu xalqın ruhunu korlamaq, əxlaqını pozmaq və Elza kimlərini çıxardıb efirdə müəyyən bir vurğular altında xalqın əxlaqını pozmaq. Yetər ki, bunun verilişi maraqlı olsun. Yetər ki, buna baxış sayı çox olsun. Mənim sözüm, medianı mən saymıram ümumiyyətlə. Bu Azərbaycanda yeganə qurumdur ki, mən xalqın düşmanı adlandırırım. Həmişə də adlandıracağam ta ki, o media düzələnə qədər. Elzanı çıxardıb, Elza ağzına gələni danışır, orada şeir deyir, qarşısındakı nə ağsaqqal bilir, nə ağ bilsə bilir. Əlavə də bu xalqa hörmətsizlik eləyib. O tikim sözünü gətirib elə bir vurğularla gətirib ki, maraq oyansın və insanların beynində başqa cür canlansın və başlasınlar onun ağılda, onu necə deyim, düşünənlər başlasın gülməyə. Elza, bu nə ədəbiyyatımız deyil, bu nə bizim şeiriyyatımız deyil, bu heç bir şey deyil. Bu sadəcə xalqı pozmaqdır, sənin bu şeirləri. O vaxt bir lətifə var, qoy sənə danışım Elza. Demək, birindən soruşurlar, bir cavan uşaqdan soruşurlar. Gəlir, yoxlama gəlir. Deyir ki, balaca, bu əvvəlki icra hakimi necə idi? Yəni, bu rayona necə baxırdı? Deyir ki, yaxşı baxırdı, yaxşı tikirdi. Deyir, bə, indiki necədir? Deyir, indiki ondan da yaxşı tikir. Deyir, bala, sənin adın nədir? Deyir, mənim adım Tüleyman. Yəni, bu uşağın adı Süleyman olur, sadəcə S hərfini deyə bilmir. İndi sən də tikim salmısan, amma sənin məqsədin başqa bir mənalar verməkdir, özünə maraq qatmaqdan ötürü. Sənin şeiriyyatdan xəbərin varsa, sən şeir nədir bilirsənsə, mənim zatıma pakıma nə elə, deyəcək. Bəs bu cəmaatın, get mahnılarını oxu, sən nə işin var şeiriyyatına, sən bu xalqın əxlaqını niyə pozursan? Yaxşı, madəm ki, sən deyirsən ki, tikim sözünü sən başqa mənada demirsən, hələ bir o xanımın da üstünə düşmüsən, qoy mən sənə belə bir şeir deyim da, qoy mən də sənin dilində deyim. Bu efirlərə baxır bacı ana. Efirləri eləmisiniz nə bilim nə xana. Əlinə almısan qələmi, sonra deyirsən mediadır günahkar, eləmi? Ay sizin bu media və içi sən qarışıq, sizin vicdanınızı elə o medianın qarşısına tikim və sizi alqışlayanın da vicdanını tikim. Bu da mənim bu şeirim. Elza, sən nə cür bu xalqa hörmət edirsən, sən nə cür o tikim sözlərindən bu xalqın əxlaqını pozursan, mən də o cürə sənə və o mediaya olan şeirimi bəstələdim. Və bu qədər. Allah xalqımızı qorusun. Allah xalqımıza səni kimi bəstəkarlarda, səni kimi o dırnaqarası şairələrdə, mən səni şairə saymıram və yaxud da hansısa yazısı saymıram. Yazaq, get mahnılarına qulaq asırıq, hamı qulaq asır, məni kimi də. Get mahnılarını oxa. Bu əxlaqsız bir, necə deyim, nöqtə ilə, o sözlərindən əxlaqsız vurğular vurğulayıb xalqın əxlaqını pozma. Yaxşı yazaq, get işinlə məşğul ol. Sənə kim əməkdar artist verib, sənə hansı artisti veriblər bilmirəm. Özləri bilərlər. Nə cür almısan özləri bilərlər. Amma mən Mədəniyyət və Turizm Nazirliyinin yerinə olsam, sənə mən heç necə deyim, bağçada belə hansısa bir şeiri deməyə icazə vermərəm. Nəinki bu cəmiyyət içində, nəinki bu xalqın içində. Sən o şeirlərinlə sadəcə xalqı doluyursan. Get özünü dola. Bəs bu xalqdan əl çək. Allah xalqımızı, dövlətimizi qorusun və səni kimlərdən xalqımızı uzaq eləsin. Allah bu medianı darmadağın eləsin. İnşallah ki, bu medianın sonu gələcək, bu verilişlərin sonu gələcək. Bu verilişlər ki, bu xalqın ruhunu korur, bu xalqın qeyrətinə toxunur, belə təhqirami sözlərinə, inşallah ki, onun da sonu gələcək. Allahın köməyi ilə özünüz də görürsünüz ki, hər bir şeyə dövlətimiz nəzarət edir. Bir gün inşallah ki, bu mediamıza da nəzarət olunar, güclü nəzarət olar, hamınız cavab verəcəksiniz. İstər Elza, istər media rəhbəri. Allah xalqımızı, dövlətimizi qorusun.